Əziz şagirdlər, gəlin fonetika bölməsindən 89-cu testin izahına baxaq. Ustalıqla sözünün fonetik təhlilinə aid olan fikirləri müəyyən edin. Ustalıqla sözünün tələffüzü ustalıqla şəklində olur. 1. Leksik şəkilçilərdə tələffüz zamanı bir fərqli məqam ortaya çıxır. Deməli, leksik şəkilçilər biri lıq şəkilçisidir, biri isə zərf düzəldən lalə şəkilçisidir. Lıq şəkilçisinin tələffüzü lıq şəklində olur, lalə şəkilçisinin tələffüzü isə nan-nən şəklində olur. Deməli, bu birinci fikir uyğun fikir deyil. Çünki leksik şəkilçilərdə bir fərqli məqam ortaya çıxmır. Birində bir fərqli məqam ortaya çıxır, lalədə isə iki fərqli məqam ortaya çıxır. Yəni, bir olan cavabları çıxırıq. İkinci, sözün kökü ilə ilk leksik şəkilçidə tələffüz fərqinin sayı eynidir. Deməli, sözün kökü usta sözüdür. Lıqda isə bir fərq var. Usta sözündə T, D-yə keçir, bir fərq. Lıq şəkilçisində isə Q, X ilə əvəz olunur. Hər birində bir fərqli məqam ortaya çıxır. 2 doğru cavabdır. 2 doğru cavabdırsa, deməli, biz C bəndində çıxırıq. Qalır bir dənə cavab B bəndi. Tələffüz zamanı sonor samitlər kəmiyyətcə artır. Deməli, sonor samitlər burada əvvəlcə var idi 2 sonor samit. Ondan sonra tələffüzdə var 1, 2, 3 sonor samit. Deməli, kəmiyyətcə artıb. 2, 3-dən kiçikdir. Tələffüzündə 3 fərqli məqam var. Sözün tələffüzünə baxaq fərqlərə 1, 2, 3, 4. Tələffüzündə 3 yox, 4 fərqli məqam var. Yəni, 4 cavabı da səhvdir. Cavab olur B bəndi.